Göyçayda ağır yol nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var. DİM Mediazın yerli bürosu xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Mercedes və Vaz 2106 markalı avtomobillərin toqquşması nəticəsində ikisi az yaşlı olmaqla 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal təcil tibbi yardım avtomobili ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb, həkim nəzarətinə götürülüb. Xəstəxanada həkimlərin göstərdikləri fədakarlıqlara baxmayaraq, yaralılardan biri 2018-ci il təvəllüdlü azyaşlı dünyasını dəyişib. Hadisə yerinə rayonun polis şöbəsinin əməkdaşları cəlb olunub. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, bugün saat 16 radələrində Göyçay rayonun Mırtı kəndi ərazisində Vaz 2106 və Mercedes marka avtomobillər toqquşub. Nəticədə 1998-ci il təvəllüdlü Rauf Haqqıverdiyev, 1995-ci il təvəllüdlü Kərim Məsumov, 2020-ci il təvəllüdlü Orxan Məsumov, 2020-ci il təvəllüdlü Ayxan Məsumov, 2000-ci il təvəllüdlü İsa Əliyev, 2006-cı il təvəllüdlü Loğman Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 7 yaşlı Nihat Məsumov isə aldığı xəsarətlərdən dünyasını dəyişib. Göyçay rayon ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə 7 nəfər Göyçay rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə gətirilib. Onlara bədənin müxtəlif nahiyələrinin travmaları, kəllə-beyin travması, baş təpə sümüyünün sınıqları, üzün və bədənin müxtəlif nahiyələrinin kəsilmiş, sırılmış yaraları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətlərə ağır qiymətləndirilən şəxslər reanimasiya şöbəsinə yerləşdirilib. 1995-ci il təvəllüdlü pasiyentin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2006-cı il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çox saylı sərlərinə baxmayaraq, saat 17:00 radələrində 2018-ci il təvəllüdlü şəxsin ölüm faktı qeydə alınıb. Meyit təşrif olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib. Hazırda hadisənin baş verməsi səbəbləri araşdırılır. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.